Səsimi yazmışdım maqnitofona. Uşaq idim, ciddi qəbul etmirdilər. Getmə, getmə yarım, xalq mahnısını oxudum. Bacımın yoldaşına qulaq astırdım. Dedi, sən oxuyursan? Dedim, hə. İlk tərifi ondan eşitdim. O vaxt deyirdilər, sənin səsin var? Deyirdim, var. İlk dəfə Naxçıvanda məhəlləmizdə bir toyda oxumuşam. Nəsibə Abdullayevanın Qaragöz boy-boy mahnısını oxumuşdum. Axşamaz xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazimova Zaurma Günaydın verilişində deyib. Pop kraliça sənətə ilk gəldiyi günlərdən danışıb. Kazimova ilk dəfə uşaqlıqda yaşadıqlarını bölüşüb. Bu haqda ilk dəfə danışıram. Uşaq vaxtı hansı dildə mahnı eşidirdim, başlayırdım oxumağa. Dili bilmirdim, amma oxuyurdum. Məktəbdə oxuyanda ansambla götürmürdülər, yaşım çatmırdı. Bir dəfə gürcü mahnısı götürüb getmişəm ansambla. Mahnı da yadımda deyil. Özümdən düzüb qoşdum. Başladım onu gürcü dilində oxudum. Özümə də elə güvənirəm ki, bir nəfər sual verən yoxdur ki, mahnını haradan almısan? O qədər ürəkdən ciddi oxuyuram. Düşünürəm ki, görəsən sözlərə fikir verirlər. Çünki bir dəfə bir, növbəti dəfə başqa sözlər oxuyurdum.